Son illər sosial şəbəkələrdə yayılmış Mavi Balina adlı təhlükəli oyun gənclər üçün ciddi risk mənbəyinə çevrilib. Psixoloji təzyiq üzərində qurulan bu oyun yeniyetmələri tədricən həyata nifrət etməyə və özlərinə zərər verməyə təşviq edir. Bu sadəcə bir oyun deyil, bu ekran arxasında gizlənən təhlükədir. Mavi Balina adlanan bu oyun gənclərin psixologiyası ilə oynayaraq onları təkliyə, qorxuya və ümidsizliyə sürükləyir. Bir mesajla başlanan bu proses bəzən geri dönüşü olmayan nəticələrə aparır. Onu da qeyd edək ki, təhlükə evlərin içində, telefon ekranlarının arxasındadır. Bu səbəbdən valideynlər övladlarının internet fəaliyyətinə biganə qalmamalı. Məktəblərdə isə bu mövzuda maarifləndirmə gücləndirilməlidir. Unutmayaq ki, vaxtında göstərilən diqqət bir gəncin həyatını xilas edə bilər.